Sizə indi bir xanım rəsmi göstərmək istəyirəm, amma onun adını çəkmərəm. Təəssüflər olsun ki, o xanım indi həyatda yaşamır. Amma çox qəşəng ifaları var. Onun əksəriyyət ifaları hamısı qəmlidir. Ola bilsin, indiki gənclərin bir çoxları onu tanımasın, amma bunu mən əminliklə deyirəm ki, o indiyə kimi yaşasaydı, o nömrə 1 olardı. Bu mənim fikrimdir. Allah onu qəni-qəni rəhmət eləsin. Belə-belə işlər, nəysə.